Salam Əvəz bəy, Salam. necəsiz? Yaxşı olmağa çalışıram. Və bizə çox müraciətlər olur ki, Əvəz bəy necədir, sağlıq durumu, səhhəti necədir? Biz tək-tək hamıya cavab verə bilmirik. Ona görə də qərara gəldik ki, belə bir video hazırlayaq və Əvəz bəyin özünün dilindən səhhəti ilə bağlı lazım olan suallara cavablarını verək. Necə oldu proses? Necə başladınız? İndi hansı mərhələdəsiniz? Həbsdən çıxan kimi məsləhətləşdik. Həm həkimlərlə, mütəxəssislərlə Ankara'ya gələsi olduq. Burada da uzun və ciddi müayinələr baş verdi. Ciddi bir komandanın himayəsindəyik. Çox yaxşı professorlar var. Çox yaxşı bu işin bilənləri var. Türkiye'de ve dünyada ön sıralarda olan adamlardı. Ve 2 gün önce ilk kimyoterapiye verildi. Ve bir günden sonra herhalde bu kimyoterapiyanın neticesidir. Biraz durumum zorlaştı ama indi normallaşıram. Yani bir neçə belə kimyoterapiya olacaq. Müxtəlif müalicə üsullarından istifadə edir həkim. Həm tabletka var, həm sistem var, həm akıllı ilaç deyilən şeylər var. Mən o şeyləri o qədər anlamıram. Ama öz orqanizmimdə onu hiss edirəm. Müalicə davam edir. Mən də bildim, dostlarım həmişə zəng eləyirlər. Müxtəlif internet televiziyalarında olan dostlarımız böyük və ciddi kampaniya aparırlar. Allah onlardan razı olsun, başda Qurban bəy ilə Vüqar bəy olmaqla. Bu millətin bu böyük sevgisini gördüm, onu şahit oldum. Elə o sevgi də bizi bu mərhələdə bu mübarizəyə həvəsləndirir. Ümid edirəm ki, yaxşı olacaq. Yaxşı bir komandanın əlindəyik. Etibarlı bir həkim komandası var. Ümumiyyətlə, Əvəz bəy, hamı maraqlanır ki, müalicədən sonra yenidən Əvəz bəy mətbuata qayıdacaq. O sualları da çox tez-tez verirlər. İlk iş həyat uğrunda bu mübarizəni qazanmaqdır. Mən ömrümün əhəmiyyətli bir hissəsini yaşamışım. Mən mətbuatdan kənarda qala bilmərəm. Və mən tənqidi mətbuatdan kənarda qala bilmərəm. Ona görə də hökumətimizin, dövlətimizin qərarı önəmlidir. Əgər Azərbaycan hökuməti, Azərbaycan dövləti tənqidi mətbuatın yaşamasında maraqlıdırsa, təbii ki, mətbuatda qalacaq. Maraqlı deyilsə, təbii, yəni 5 ildən sonra həbs olunmağa daha halım yoxdur. Üçüncü dəfə, mənim ikinci dəfə həbs olunmağa halım yox idi. Mən dəfələrlə müraciət eləmişdim. Demişdim, əgər mən sizə dövlətin bəzi qurumlarına narahatlıq verirəm söz fəaliyyətimlə, mən bu fəaliyyəti dayandırım. Elə intiba olmadı, elə düşüncə olmadı. Əksinə hamı dedi ki, tənqidi media bu millətə lazımdır, bu dövlətə lazımdır, bu hökumətə lazımdır. Amma təbii ki, əgər sağlamlıq yerində, qaydasında olarsa ki, mən əminəm ki, biz bu mübarizəni qazanacağıq.
Çünki mənim ömrümdə qazanmadığım mübarizə yoxdur. Elə olarsa, hökumətimiz, hörmətli, sevimli hökumətimiz də tənqidi mediaya icazə verərsə, biz həmişəkindən daha güclü çalışacağıq. Yox, tənqidi mediaya icazə verilməyəcəksə, o zaman Azərbaycanı bu hökumətə halal eləyib, hər şeydən çəkiləcəyik. Amma biz hər zaman xalqın əzilən kəsiminin yanında olmuşuq. Yəni, müdafiəsizmi buraxacaq? Yəni? Biz xalqın yenə əzilən kəsiminin yanındayıq. Yüzlərlə, minlərlə, 10 minlərlə adamlar bizi müdafiə elədi. Xəstəlik xəbərindən sonra bütün Azərbaycanlılar, dünya Azərbaycanlıları ayağa durdu. Və bu dünya Azərbaycanlıları Azərbaycanın son siyasi tarixində bəlkə də ilk dəfə dövlətlə Azərbaycanlıların fikri üst-üstə düşdü. Bu Azərbaycanlıların müdafiəsi, təzahüratı, təmənnasız sevgisi dövləti ciddi və operativ addımlar atmağa qərar verdi. Ayın 12-sində, aprel ayının 12-sində biz cəmiyyətə açıqlama verdik mənim xəstəliyimlə bağlı. 13 gün sonra, 13-cü gün ayın 25-də artıq mən azadlıqdaydım və heç bir məhdudiyyətsiz ölkədən kənara çıxdım. Təqdir olunmalıdır, bu da təqdir olunmalıdır. Dövlət vətəndaşının, millətinin səsinə səs verdi. Əslində həmişə elə olmalıdır. Əslində bizim həmişə istədiyimiz odur. Əslində bizim həmişə vuruşduğumuz odur. Biz təmənnasız bir şəkildə bütün ömrümüzü Azərbaycanın əzilən insanlarının yanında olmuşuq. Bir ananın gözyaşlarını yekə-yekə nazirlərə qurban verməmişəm. Əslində bizim bütün o başımıza gələn bəlalar, əslində bizim bu qədər düçar olduğumuz bu mərhumiyyətlər ki, heç bir zaman heç kimsənin başına belə zülümlər gəlməyib. Mən hələ qismət olsa danışacağım. Əslində o anaların göz yaşlarına görə olub. Mən siravi insanların, şəhid ailələrinin, bazarda pomidor satan və o pomidoru yetişdirib, gətirib halal, hümmət, bostan pomidorunu satmağa icazə verməyən bazar müdürlərinin nələr eləməmişik ki biz? Və bir şeyi xüsusilə qeyd edeyim. Ağır məhkəmə prosesləri keçdi. Hökumətin mediası sağ olsun, indi o media bizdən hər gün xəbərlər verir. Çox amansız bir şəkildə prokurorluğun və müstəntiqin mən onları məhkəmədə sıxdıqca onlar o istintaq materiallarını mətbuata ötürürdülər. Bizə təzyiq eləyirdilər. İndi mən o dostlarımın üzünə baxacağım yəqin ki. Elə indi buradan da üzünə baxıram. Siz təqsirsizlik presumpsiyası nədir bilirsinizmi? Siz müstəntiqin və prokurorluğun bir tərəfli qaydada istintaq materiallarını dərc eləməyin bir insan üçün nə qədər ağır olduğunu bilirsinizmi? Bu ayıb sizin bütün peşəkar vicdanınızda var.
və o peşəkar vicdanı mən sorğulayacağam. Çünki heç kimə eləmək olmaz bunu. Bunu düşmənə belə eləmək olmaz. Bax, biz bu mərhumiyyətlərdən gəldik, keçdik. Niyə keçdik? O siravi vətəndaşların hüquqlarını qurban vermədik. Və həmin 10 minlərlə tamaşaçı, 10 minlərlə. Biz Xuralda, bunu mən deyəcəm, bəzən bizim dostlarımız heyrətlənəcək. Elə olub ki, biz Xuralda 45-50 şikayəti çəkmişik. Həmin gün yayımlamışıq, həmin gün və səhərisi. 45 şikayət çəkmişik. Onların çoxundan mən görüşməmişəm. Uşaqlar gəliblər, çəkiblər, dərdi mi var, problemi var, vermişik. Və o insanlardan, yüzlərlə, minlərlə insanlardan tək biri prokurorluğun bu idbar torbasının içine girmədi. Onların tək biri gəlib demədi ki, Əvəz Zeynallı bizdən nəsə umdu. Bir yaramaz, bir dəllal, bir dövləti talayan məmur, üçü birləşdilər, dördü birləşdilər, arkada da bir yekə məmur, bir məmur yox, 4 məmur, 5 məmur. Nəsə bu məsələ haqqında danışmaq istəmirəm. Mən indiyə qədər məni kimlərin həbs elətdirdiyindən xəbərim yoxdur. Müəyyən sezintilərim var. Amma tamaşaçılarımı sevirəm, xalqımı sevirəm. Yəni, hər an onu hiss edirəm. Gündə onlarla, yüzlərlə zəng gəlir, mənə gəlir, Məlahət xanıma gəlir, Selcana gəlir, qaynar xəttimizə İlqara gəlir, Uyma xanıma gəlir, bacılarıma gəlir, Marala gəlir, Alidiyə gəlir, anama gəlir. Onlarla adama zəng gəlir, cavab verə bilmirik. Mən cavab verə bilmirəm, çoxuna cavab verə bilmirəm. Bəzən danışacaq həddə olmuram. Məsələ, mən bugün, indi bilmirəm, elə birdən-birə məni belə apar-topar bir müsahibəyə gətirdilər, amma mən çox elə danışacaq, müsahibə verəcək halda da deyiləm. Hamını sevirəm. Əvəz bəy, gəlin belə danışaq ki, biz müəyyən müalicə alırıq və bu xalqımızın dəstəyi ilə olan bir prosesdə yaşayırıq və ona görə də xalqımıza bir hesabat borcumuz var. Əvəz Zeynallının durumu necədir? O dəstək Əvəz Zeynallıya nə cür təsir göstərir? Heç olmasa həftədə bir dəfə bu cür açıqlama gözləyirik sizdən. Ki, belə bir qısa bir, bu qədər də uzun yox, amma bir 5 dəqiqəlik müsahibə. Olar, niyə olmasın ki? Mən onu həmişə deyirdim, sadəcə çox ağırdım sonra. Həftəlik bəlkə bir 3 dəqiqəlik, 5 dəqiqəlik hesabat vermək olar. İlk gündən Ankara'ya bilet aldığım andan etibarən nə olubsa hamısı bu millətin hesabına olur. Nə olubsa hamısı bu millətin hesabına olur. Bizim böyük imkanlarımız yoxdur, elə deyildiyi kimi. Biz hökumətin quldur redaktorlarından deyilik. Biz hökumətin ildə 1 milyon, 2 milyon, 3 milyon reklam parası qazandığı və lazım olanda öz həmkarlarına sevərək torbaya salıb hökumətin əlinə verən redaktorlardan deyilik. Hələ mən redaktorları deyirəm. Bizim elə böyük imkanlarımız yoxdur. Ortada topu topuna 20 mindən söhbət getdi. 20 minə görə məni 9 il həbs elədilər. Məlum oldu ki, bizim o dəllal 20 mini alıb, sonra da aparıb verib. Yəni, 20 minin alınmasından, o prosesdə iştirakdan, heç bir şeydən Əvəz Zeynallının xəbəri olmuyor. O əhatə dairəsində təxminən 10 adam iştirak edib. Vəkil, vəkilin arvadı, nə bilim, iş adamı, onun arvadı, onun
axranaları, nə bilim nələri. 10 adamın tək birində Əvəz Zeynalının telefonu çıxmayıb. Mesajlaşma yoxdur. Adam gəlib mənim dostluğumdan sui-istifadə eləyib, namərdcəsinə. Ondan sonra gedib deyib elə yaxşıdır. Yəqin o əvvəlki vaxtlarda da elə şeylər çox eləyib. Mən ona çox kömək eləmişəm. Deyib yaxşıdır, elə gedim elə 20 min alım. Vəssalam. Alıb da qaytarıb da. Bunu istintaq sübut eləyir. Alıb və qaytarıb. Bizim nə imkanlarımız var? Bizim dostlarımız var, yaxşı dostlarımız. Bizim dağ kimi millətimiz var. Məni ən çox duyğulandıran, hiss eləyirsinizsə, biraz da kövrək olmuşam. Bu qəti başqa əlamət deyil. Bunun hamısı sevinç gözyaşlarıdır. Bu millətin mənə verdiyi qürurdur. Başım ucalardan ucadır. Ona görə kusura baxmayınız. Amma məni ən çox təsirləndirən bilirsiniz nədir? O hesaba göndərilən 1 manatdır. 1 manat, 1,5 manat, 1 manat 66 qəpik, 10 manat 25 qəpik. Bunlar hamısı tarixdir. Yenə şükür ki, hamısı tarixdir, orada durur. Biz bu millətin qarşısında bu dünyadan gedənə qədər borcumuz var. Ona görə də o borcu nə cür olursa olsun mən yerinə yetirəcəm. Tənqidi mediaya icazə verməyəcəklər. Şeir oxuyacam, Bəxtiyar Vahabzadənin şeirlərini. Ona da icazə verməyəcəklər. Kitablarımı çap eləyib küçədə kitab satacam. Ona da icazə verməyəcəklər. Bir qrup gedib kimsəsiz, evlərdə kimsəsiz qalan insanlara kömək eləyəcəm. Evlərini yığışdıracam. Ehtiyacı olan insanları eynən belə səfərbər eləyib milləti, onların ərzaqlarını alıb daşıyacağım. Millət uğrunda mübarizədə sərhəd yoxdur. Sərhəd yoxdur. Bunu Mahatma Gandhilər eləyib, bunu Nelson Mandelalar eləyib, bunu Mustafa Kemal Atatürk eləyib. Hər axşam oturub, yemək yeməmişdən əvvəl gözləyib, heyət də gözləyib. Nəhayət, yeməyin də vaxtı keçir. Nəhayət, yavər yaxınlaşır, paşanın qulağına nəsə deyir, tamam, servisi yapın. Bir gün biri soruşur ki, paşam, nə olur ki, hər gün sən nəyi gözləyirsən? Mustafa Kemal'dan soruşurlar. Deyir ki, qışlada asker yeməyə başladı mı, onu gözləyir. Əskər yeməyi yiyəndən sonra yemək yiyən bir baş komutan. Belə, dünya budur, hər şey də yaxşıdır və bu biraz duygusallığımı o dediyim o qürura verin. Onun hamısı sizin qürurunuzdur. Siz bizim xidmətlərimizi qiymətləndiribsiz. Allah sizdən razı olsun. Allah Azərbaycan xalqından razı olsun. Hamısından razı olsun. Mən bu ölkədə düşmənim yoxdur. Heç mənim rəqibim də yoxdur. Allah bütün ölkəmizdən razı olsun. Mən çalışacağım ki, sağalım. Ona əminəm. İnşallah yenə bir yerdə gözəl işlər görəcəyik. Mən Əvəz bəy bir müddət əvvəl dedim o sözü, istəyirəm onu da təkrar edeyim ki, Əvəz Zeynalının təkcə ailəsi qarşısında məsuliyyəti yoxdur, həm də xalqının, millətinin qarşısında.
dövlətinin qarşısında, mən bir daha vurğulayıram, dövlətin qarşısında bir məsuliyyəti var. Ona görə də xəstəliyə qalib gəlməlidir və ayağa qalxmalıdır. Bayaq sadaladığımız bütün o fəaliyyəti də birgə həyata keçirəcək Allahın köməkliyi ilə. Hər şeydən böyük Allahdır. Allah var, Allahın ədaləti var, insanların duası var. Mən insanların kütləvi duasına inanırım. Elm də onu sübut eləyir ki, kütləvi dua və kütləvi qarğış nəticə verir. Bu artıq elmdə yeni araşdırılan bir məqamdır. Mən insanların kütləvi duasına inanıram. Mən bizim təmənnasız şəkildə bu millətə xidmətimizin qarşılığının uca qatlarda Allah qatında qiymətləndiriləcəyinə inanıram. Özümün iradəmə inanıram. Mən nələr görməmişəm ki. Məni bu dövlət, məni bu hökumət nə istiraflara məruz qoymayıb ki. Görünəni bilir Azərbaycan xalqı. Görünməyənləri bilmir ki. Yəqin ki, hamılıqla birlikdə Allah, həkimlər, yaxşı həkimlər, yaxşı millət, bu millətin bu duasının qarşısında ölməkmi olar? Əzm, iradə, mən elə ölümə kolay-kolay can verən adam deyiləm. Mübarizəmizi aparacaq, Allah qoysa son ana qədər. Son ana qədər də qalib gələcək inşallah. Çox təşəkkür edirəm Əvəz bəy, yorduq sizi. Sağ ol. Amma növbəti müsahibələrimiz olacaq və dediyim kimi biz xalqımıza heç olmasa hər həftə 10 gündən bir hesabatlarımızı verəcəyik. Sağ ol olsun. Çox sağ olun, bir daha təşəkkür edirəm. Sağ ol.